Və doğrudan ağla bir çox suallar gəlir ki, yəni bu günə qədər nədən bizim kəndin su problemi aradan qalxmamışdı? Və problemlər içərisində üzən xalqa, kəndə həmən RMG müdaxilə eləyir. Ki, yəni sizin suyunuzu çəkə bilərik, ya da nə bilim məktəbinizi təmir elətdirə bilərik, ya da nə bilim və s. və s. Bir çox zaten saymaqla qurtarmaz bizim kəndin problemləri. Bunları aradan qaldıra bilərik. Amma nəyin qarşılığında? Bu gününü alır, amma gələcəyini satır. Təbii ki, bu günümüzü alırıq, amma gələcəyimizi qurban veririk. Bu hansı ki, mənim vergilərimlə düzəlməsi lazım olan, hansı ki, o kəndin problemlərini RMG düzəldir, amma gələcəyimiz qarşılığında.